Salam, hamınızı xoş gördük. Bugün mətbəximdə Gəncə şirniyyatı hazırlayıram. Gəncə bükməsi. Gəncədə bu şirniyyata siqaret də deyirlər. Bunu bir izləyicimiz yazmışdı bizə. Çox maraqlı gəldi. Araşdırdıq və öyrəndik ki, həqiqətən də bu şirniyyata Gəncədə elə siqaret deyirlər. Bükmənin reseptini bizə daimi izləyicimiz Hacıyeva Kəmalə xanım verib. Kəmalə xanıma təşəkkürümüzü bildiririk. Çox dadlı və bərəkətli bir şirniyyat resepti təqdim etdiyinə görə və buradan qədim və qəhrəman Gəncəmizə Bakıdan qucaq dolusu salam göndəririk. Nənəmin mətbəxi komandası adından Kəmalə xanıma öz təşəkkürümüzü bildiririk. Əgər siz də öz reseptinizi nənəmin mətbəxində görmək istəyirsinizsə, bizə reseptinizi göndərin. Çalışarıq sizin də reseptinizi hazırlayaq və dəyərləndirək. Gəncə bükməsi necə hazırlanır? Əgər bu sizə də maraqlı oldusa, videonun davamını izləyin. Bükmənin xəmiri üçün bizə nə lazımdır? 5 stəkan ələnmiş un, 250 qram kərə yağı. Kərə yağını soyuducuda, yəni buzdolabında 1-2 saat saxlayıb, sürtgəcdən keçirmişəm ki, rahatlıqla ovulsun, yəni unla ovmaq lazımdır. 3 yumurta ağlı sarılı, 2 stəkan qatıq, 1 çay qaşığı çox da dolu olmayan çay sodası, 1 ədəd vanil lazımdır. İndi yağı unun içərisinə əlavə edib, yaxşıca ovuruq. Bərəkəti üçün çay qaşığının ucunda biraz duz atırıq. 1 paket 5 qram vanili də əlavə edib, yaxşıca ovuruq. Və əlimizlə xəmiri ovmağa başlayırıq. Yaxşı ovmaq lazımdır ki, unla yağ bir-birinə yaxşı qarışsın. Yağla unu gördüyünüz kimi belə ovuntu halına salırıq. İndi içərisində yer açırıq. Bura yumurtanı və 2 stəkan qatığı əlavə edirik. Qatığın içərisinə çay sodasını atıb qarışdırırıq və sodanı söndürürük. İkinci stəkanı da əlavə edirik və xəmiri qatırıq. Artıq xəmirimiz hazırdır. Tam 5 stəkan undan yığıldı bir yerə. Və indi xəmirin üstünə bir dəsmal atıb bir kənara qoyuruq. Bu müddətdə biz də bükmənin içliyini hazırlayaq. Bükmənin içliyi üçün 1 stəkan qoz ləpəsi, 1 stəkan fındıq ləpəsi qovrulur. Mən indi bunları blenderdə çəkmişəm, biraz diri olsun. Siz fındıq çəkən maşında da çəkə bilərsiniz. Və üzərinə 1 stəkan yarım şəkər tozu əlavə edirik. 1 çay qaşığı hil qatırıq. Xəmiri 5 kündəyə ayırırıq və bir-bir yayırıq kündələri. Xəmir yağlı və yumşaq olduğu üçün un səpib yayırıq nazik. Gördüyünüz kimi nə çox qalın olmalıdır, nə də ki nazik. Xəmiri bərabər hissələrə ayırırıq. Yaydığımız bir yaymanı 8 bərabər hissəyə ayırırıq. Hazırladığımız içlikdən xəmirin üstünə qoyub bükürük.
1 çay qaşığı içlik qoymaq lazımdır. Kənarlarını biraz içə doğru bükürük ki, içərisindən axıb dağılmasın və rulet kimi bükürük. Və elə belə bükülmüş halına görə, yəqin ki, buna Gəncədə siqaret deyirlər. Və belə bütün xəmirləri kəsib hazırlayırıq. Bükmənin içliyinə yağlı un ovuntusu da qoya bilərsiniz. Bunun hazırlanması kanalımızda var. Ştreyzel adlanır yağlı un ovuntusu. İzləmək istəyənlər üçün videonun altında linkini paylaşacağıq. Hazırladığımız bükmələri 180 dərəcə əvvəlcədən qızdırılmış sobada üzü qızarana kimi bişiririk. Artıq bükmələr hazırdır. Soyuduqdan sonra üzərinə şəkər kirşanı səpə bilərsiniz. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Resepti üçün Kəmalə xanıma təşəkkürümü bildirirəm. Çox dadlıdır, həm də bərəkətli bir şirniyyatdır. Ruziniz bol, bərəkətli olsun. Kanalı izləməyi unutmayın. Videonu bəyəndinizsə like edin. Sağ olun.